Abim, görürəm iş başındasan, istəyirəm sənə maraqlı suallar verim. Dört tarafı kareyle kaplı yer. Hı? Deniz. Bir küçüğü. Göl. Bir küçüğü. Cavablandırarsan. Sonuç? Sonuç ne? Əgər xoşbəxt olmaq üçün hər şeyi itirməlisənsə, bu elə də qazanmaq sayılır. Ne gerizekalı ne salak bir adamsın lan. Ne söyle? Əgər xoşbəxt olmaq üçün hər şeyi itirməlisənsə, bu hələ də qazanmaq sayılır. Beynim yok diye. Bitirme için ne? Geçen hafta bilindiği gibi 3 tane general görevden alındı. Bu konuda ne düşünüyorsunuz efendim? Ne konu bakımında? Fikirləş. Yok sual hələ fikirləşirəm. Əgər xoşbəxt olmaq üçün hər şeyi itirməlisənsə, bu hələ də qazanmaq sayılır. Yaz da yazırıq. Hə, deyim. Buyur. Ben ne yazırdım, ne yazıram indi. İnsan ne oldum dememeliydi. Ne olacağım demek. İtirmək üçün qazanmaqdırsa əgər, o itirmək qazanc sayılırmı? Vay vay vay. Vay 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 vay. Demet abla. Biraz düşünüyorum. A few moments later. Bir de sual teşkil et. Getdi bir qədər dərin. Bax, Dedəmə səhərdir, dedim de. əgər xoşbəxt olmaq üçün hər şeyi itirməlisənsə, bu hələ də qazanmaq sayılır. Her şeyi itirəndən sonra xoşbəxt oluram. Nefes almasak yaşar mıyız? Oluramsa, hə, 100%. Yox, indi hər şeyi itirəndən sonra xoşbəxt olacağam mı? Onun garantisi var. Hər şeyi itirəndən sonra. Bir də nəyi itirirəm hər şey deyəndə nəyi nəzərdə tutur? Yəni, nəyi itirirəm? Ondan sonra Nəyi da qazanmaq itirdim, nə sayılır. qazandım? Həyatım tamam oldu yaş. Yapma bir daha şaka. Demek ki sen espri yapamıyorsun yani. Keçirəm onu başqası. Yekun cavabım. Sonunda xoşbəxtçilik gəlirsə, nə qədər çətin də olsa, məncə heç onun özü itki deyil. Belə qazancdır da. Hə. Yəni nəticəsi xoşbəxtçilikdirsə, Nəticə xoşbəxtçilikdirsə, Allah xoşbəxt eləsin. Allah təbrik eləsin Allah. Mokoko. bir də gəlir. Hazırsan? İmkan verməyəcəm sənə işləməyə.